Səbrə xanım, dekabr ayı üçün göy üzündə nələr var, bizi nələr gözləyir? Demək, dekabr ayı bizim üçün çox önəmli bir aydır. Çünki bilirsiniz ki, keçən aydan etibarən biz Merkuri retrosu yaşayırıq və bu retro eyni zamanda Saturn retrosu fonunda davam edirdi. Yəni bu iki planetin ümumiyyətlə enerjiləri bizim üçün gündəlik həyatda çox önəmlidir. Merkuri bizim verilən sözləri, vədləri təmsil edər. Eyni zamanda da Saturnun da qalıcılıq prinsipi var. Yəni noyabr ayı boyunca verilən sözlər tutulmadı, vədlər yerinə gətirilmədi. Bu mövzuda insanlar çox sıxıntı yaşadılar. Dekabrın bugün 1-idir və sabahdan etibarən Merkuri retrosu da, Saturn retrosu da bitir. Və bu retroların bitməsi insanlara böyük ölçüdə bir rahatlama gətirəcək. Yəni verilən sözlər, atılan imzalar, anlaşmalar mövzusunda bir kərə rahat edə biləcəyik. Bundan ziyadə ayın 5-də bir əkizlər Oxatam aksında dolunayımız var. Həmən dolunayın enerjisi ilə də bir çox yarım qalan işləri tamamlamaq, uzun müddətli nəticə ala bilmədiyimiz işlərdən nəticə almaq fürsətimiz olacaq. Özəlliklə də dekabr ayında biraz bu mövzularda rahat nəfəs alacağıq.